Bakı-Quba Rusiya dövlət sərhədi ödənişli avtomobil yolunda ağır qəza baş verib. Hyundai markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 33 yaşlı Səma Əliyeva aldığı xəsarətlərdən həlak olub. O, Şəmkir rayon mərkəzi xəstəxanasında qeydiyyatçı vəzifəsində çalışıb. Bir övladı var. Faktla bağlı araşdırma aparılır. Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Mahir Bilal oğlu Vəliyevin idarə etdiyi Toyota Prius markalı avtomobil Sabunçu rayon ərazisində idarəetmədən çıxaraq yolun sağındakı dəmir məhəccərə çırpılıb. Nəticədə sürücü hadisə yerində aldığı xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan sərnişin Bədəlova Fəridə Elman qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi başlanaraq istintaq aparılır. Naxçıvan Muxtar Respublikasında hərbiçi dünyasını dəyişib. Hadisə ötən gün baş verib. Abdullayev Afiyəddin Arifoğlu futbol oynayan zaman ürək tutmadan vəfat edib. Qeyd edək ki, Naxçıvanda bir neçə gün əvvəl hərbiçi, Vətən müharibəsi iştirakçısı Elvin Pənahov da ürək tutmadan həyatını itirib.